Şəhvət nədir? Özünə xoş olan şeyləri özünə çəkirsən. Qəzəb nədir? Sənə xoş olmayan şeyləri özündən uzaqlaşdırırsan. Bunların ikisinin üzərində əql hakimlik yapmalıdır. Əql hökm eləməlidir bunların ikisinin üzərində. Həzrəti Musa Allahla danışanda dedi, əlindəki nədir? Demədi bir kəlmə ki, əsadır. Dedi, mən buna söykənirəm, bununla ağaca vururam, yarpaqlar tökülür, özümü qurtdan, quşdan xilas eləyirəm. Eynən şəhvət və qəzəbin xüsusiyyətlərini dedi. Özümə xoş olan şeyi özümə çəkirəm, özümə xoş olmayan şeyi özümdən uzaqlaşdırıram. Şəhvət və qəzəbin hələ bir ki, tərifini verdi əsaya. Allah dedi, at əsanı yerə, atdı yerə. Yəni, özünə, öz nəfsüvə qıraqdan bax bir dənə. İnsan nəfsi nəyə oxşayır? Əjdəhaya. Mövlana deyir ki, nəfs əjdər hast, o ki mürdə əst. Əz qəmi bi aləti əfsürdə əst. Nəfs bir dənə əjdahadır. Kimdə onu öldürən? Əlində imkanı yox deyə ölü kimi görsənir. Gördü ki, əjdahadır. Deyir, qorxma, götürdü. Bütün missiyasında Həzrəti Musanın həmən əsa ona necə kömək oldu? Nə qədər möcüzələr göstərdi o əsana? Bu o deməkdir ki, insan əgər öz nəfsini islah eləyə bilsə, əql, şəhvət və qəzəbi fəzilətdə saxlaya bilsə, Musanın eynən əsası kimi möcüzələr göstərə bilər insan nəfsi ilə.